Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda hava şəraiti kəskin dəyişdi, güclü yağış, külək və hətta qar qeydə alındı. Azərbaycanda may ayının son günlərində hava şəraiti dəyişkən və yağıntılı keçməkdə davam edir. Milli Hidrometeorologiya Xidmətinin mayın 31-i saat 10:00-a olan məlumatına əsasən ölkənin müxtəlif bölgələrində yağışlı və küləkli hava müşahidə olunub. Bəzi ərazilərdə yağıntılar daha intensiv xarakter daşıyıb. Yüksək dağlıq rayonlarda isə hətta qar yağıb. Məlumata görə ən çox yağıntı Ordubad və İsmayıllı rayonlarında qeydə alınıb. Hər iki rayonda 10 mm yağıntı düşüb. Sabirabadda 9 mm, Daşkəsən və Astara rayonlarında isə 8 mm yağış qeydə alınıb. Göygöl və Qax rayonunun Sarbaş kəndində 7 mm, Gədəbəy və Şahdağ ərazisində isə 6 mm yağıntı müşahidə olunub. Bundan başqa Xızı rayonunda 5 mm, Cılfa, Naftalan və Lənkəranda 4 mm yağış qeydə alınıb. Şahbuz və Qubada 3 mm, Balakən, Zaqatala, Qəbələ, Tərtər və İmişlidə isə 2 mm yağıntı düşüb. Bakıda və Abşeron yarımadasında da yağış müşahidə olunub. Eyni zamanda Naxçıvan, Şərur, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Şamaxı, Qobustan, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Goranboy, Cəlilabad, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Şəki, Ağdam, Laçın, Kəlbəcər və Qubadlı rayonlarında da 1 mm-dək yağıntı qeydə alınıb. Hava şəraiti yalnız yağışla məhdudlaşmayıb. Bir sıra bölgələrdə güclü külək də müşahidə olunub. Şimal-qərb istiqamətindən əsən küləyin sürəti Naftalanda saniyədə 24 metrə, Mingəçevirdə 22 metrə, Şahdağ ərazisində isə 20 metrə qədər güclənib. Güclü külək bəzi ərazilərdə havanın daha sərin hiss olunmasına səbəb olub. Maraqlı məqamlardan biri isə Şahdağ ərazisində qar yağmasının qeydə alınmasıdır. May ayının son günlərində qar yağması yüksək dağlıq ərazilərdə temperaturun aşağı düşdüyünü göstərir və bu hadisə bir çox insanın diqqətini cəlb edib. Bundan əlavə mayın 30-u günorta saatlarında Kəlbəcər rayonunun Çəpli kəndinə dolu düşdüyü bildirilib. Qısa müddət davam edən dolu hadisəsi bölgədə qeyri-sabit hava şəraitinin növbəti göstəricisi olub. Sinoptiklərin məlumatına görə yaxın günlərdə də bəzi bölgələrdə dəyişkən hava şəraitinin davam etməsi ehtimal olunur. Səndaşlara hava proqnozlarını izləmələri və xüsusilə küləkli və yağıntılı hava şəraitində ehtiyatlı olmaları tövsiyə edilir. Siz yaşadığınız ərazidə hava necədir? Fikirlərinizi şərh bölməsində yazmağı unutmayın.